Hansı şəkil Nurlanın ailəsinə aid şəxslərdən heç birini ifadə etmir? Birinci abzasa baxaq. Nurlan balaca bir kənddə ailəsi ilə birlikdə yaşayır. Onun ailəsində atası, anası, bacısı Zəhra və nənəsi var. Ata, ana, bacı və nənə var. C variantındakı baba fiquru bu ailəyə uyğun gəlmir. Ona görə də C variantıdır cavabımız. A ata, bəli atası var. B bacı, bəli bacısı var. Amma C babası yoxdur. C variantı bizim cavabımız oldu. Atası işdən gələndə Nurlan ona necə kömək etdi? İkinci abzasda yazılıb. Bir gün atası yorğun halda işdən gəldi. Nurlan ona su gətirdi, çantasını alıb yerə qoydu. Nurlan nə etdi? Su gətirdi və çantasını alıb yerə qoydu. C variantı doğru cavabdır. Hansı şəkil Nurlanın ailəsinin axşam gördükləri işi ifadə edir? Birinci abzasa baxaq, yazılıb. Hər axşam hamı süfrə arxasında toplaşır, günün necə keçdiyini danışardı. Deməli, birlikdə axşam yeməyi yeyirmişlər. B variantındakı ailə birlikdə axşam yeməyi yeyir. A-da televizora baxırlar, C-də isə gəzintiyə çıxıblar. Bunlar bizim mətnimizə uyğun deyil. Cavab B variantında oldu. Hansı şəkil Nurlanın ailəsi üçün gördüyü işlərdən deyil? Baxaq, mətndə yazılıb. O gündən sonra Nurlan daha da diqqətli oldu. Nənəsinə hər gün kitab oxudu, anasına mətbəxdə kömək etdi, bacısı ilə oyuncaqlarını paylaşdı. A variantındakı şəkildə Nurlan nənəsinə kitab oxuyur. Bu var, düzdür. C-də də anasına mətbəxdə kömək eləyir, bu da var. Amma Nurlanın bağçada işlədiyi ilə bağlı heç bir məlumat yoxdur. Ona görə də cavabımız olacaq B variantında. Hekayədən hansı nəticə çıxartmaq olar? Dostlar, hekayədə Nurlanın nənəsi ona deyir ki, ailə odur ki, hər kəs bir-birinə qayğı göstərsin. Hörmət, sevgi, birlik, bax, bunlar ailəni möhkəmləndirir. Sonda da həm də yazılıb, ailə bir yerdə olanda ev daha hisli, həyat daha gözəl olurdu. Deməli, B variantı ailədə sevgi və yardım, birlik gətirir, doğru cavabdır, düzdür. Bu hekayə bizə ailənin birlik olmasından, bir-birinə kömək eləməsindən, birlikdə müxtəlif fəaliyyətlərdə məşğul olmasından danışır. A-da yazıb hər kəs öz işini özü görməlidir. Bu yanlış fikirdir. Çünki biz ailədə bir-birimizə kömək eləməliyik, birlikdə eləməliyik. C-də uşaqlar yalnız oyun oynasa yaxşıdır. Bu da yanlışdır. Çünki nənəsi Nurlana öyrətdi ki, o ailədə ailənin digər üzvləri ilə birlikdə də işlər görməlidir. Məsələn, hekayədə biz gördük ki, Nurlan nənəsinə kitab oxuyur, bacısı ilə oyuncaqlarını paylaşır ya da öz anasına mətbəxdə kömək edir. Yəni A və C bizim hekayəyə uyğun deyil. Doğru cavab B variantındadır. Yuxarıdakı mətnin mövzusu nədir? Yayın isti günlərində kənd uşaqları səbirsizliklə dondurma satanın gəlməsini gözləyirdilər. Dondurma satanın səsini eşidənlər tez pulunu gətirirdi. Həftədə bir dəfə gələn bu fürsəti heç kim qaçırmaq istəmirdi. Mətndə nədən danışır? Uşaqların həvəslə dondurma satanı gözləməyindən və dondurma almağından. Yəni bir sözlə dondurma həyəcanından. B variantı doğru cavabdır. Aşağıdakı cümlələrdən hansı bir mətnin giriş hissəsinə aid ola bilər? A-ya baxaq. Beləliklə, hər kəs xoşbəxt olaraq yaşamağa davam etdi. Dostlar, beləliklə, hər kəs xoşbəxt yaşadı. Bu nədir? Bu mətnin sonunu bildirən cümlədir. Hekayənin sonunu bildirir. Hansısa bir hadisə baş verib və sonunda hər kəs xoşbəxt yaşayır. Bunu giriş kimi götürməyəcək. Bu sonluq ola bilər. B-də yazılıb, artıq dostlarının yanına gedə bilərdi. Bu cümləni sonda da yaza bilərik, mətnin ortalarında da istifadə edə bilərik. Amma giriş cümləsi kimi istifadə edə bilərmiyik? Xeyr, çünki mətnə biz belə bir cümlə ilə başlaya bilmərik, düzdür? Çünki bu heç bir fikir ifadə eləmir oxucular üçün. C-də yazılıb, oktyabr ayının ilk günləri idi. Bəli, giriş olaraq bunu istifadə edə bilərik. Biz mətnimizə başlayanda deyə bilərik, oktyabr ayının ilk günləri idi. Daha sonra isə hadisəni danışırıq və sonluq veririk. C variantı doğru cavabdır. Hansı söz doğru yazılmışdır? Dostlar, motor yox, motor yazılmalıdır. Obyekt yox, obyekt. Bu ikisi yanlış oldu. Bizdən doğrunu istəyir şərtdə. Poema isə doğru yazılıb. C variantı doğru cavabdır. Dostunuz sizə hədiyyə verdiyi zaman ona hansı nitq etiketi ilə cavab verərsiniz? Kimsə bizə hədiyyə verəndə biz ona təşəkkür eləməliyik. Təşəkkür edirəm əziz dostum. Bu doğru cavabdır. Üzr istəyirəm, bu kiminsə xətrinə dəyəndə və yaxud da məsələn kimisə incidəndə deyəcəyimiz bir sözdür. Salam dostum, necəsən? Bu isə görüşərkən istifadə elədiyimiz nitq etiketidir. Doğru cavab oldu B variantında. Hansı söz keçmiş zamanda inkardadır? Deməli, biz elə bir söz axtarırıq ki, o həm keçmiş zamanda olsun, həm də inkarda. Bir baxaq. Vurdu. Nə etdi? Vurdu. Bu bəli, keçmiş zamandadır. Amma inkardadır mı? Xeyr, vurdu, təsdiqdədir. İnkarda olardı, vurmadı. A-nı götürmürük. Bilmir. Nə edir? Bilmir.
Dostlar, bu inkardadır, çünki təsdiq olardı bilir. Bilmir inkardadır. Amma keçmiş yox, indiki zamandadır. Bunu da götürməyəcəyik. Görmədi. Nə etdi? Görmədi. Keçmiş zamandadır və mə şəkilçisi var. Düzdür? Burada inkarlıq var. Təsdiqli olsa necə olardı? Gördü. Amma görmədi, inkardadır. C variantı doğru cavabdır. Saytlərlə bağlı səhv fikri seçin. Ordudakı. Sözdə yalnız qalın saytlar işlənmişdir. Baxaq. O, U, A, I. Bəli, hamısı qalın saytdır. Bu doğrudur. Gəlin indi C-yə baxaq. Sürətli. Sözdə yalnız incə saytlar işlənmişdir. Ü, Ə, İ. Bəli, hamısı incədir. Bu da doğrudur. Bənövşənin. Sözdə həm qalın, həm incə saytlar işlənmişdir. Baxaq. Ə, Ö, Ə, İ. Hamısı incə saytlardır. Burada qalın bir sayt yoxdur. Deməli, bu fikir yanlışdır. Cavabımız oldu B variantında. Verilmiş mətni izah edən atalar sözü hansıdır? Samirə il boyu pullarını yığdı və məktəblər tətil olanda özünə velosiped aldı. Variantlara baxaq. Dama göl olar. Dostlar, bizim cavabımız elə məhz budur. Niyə? Çünki Samirə pulunu az-az yığır. Düzdür, bir il boyunca az-az kənara qoyur və ən sonunda yığdığı pullar o qədər olur ki, tətildə özünə velosiped ala bilir. A variantı doğru cavabdır. Uşağa iş buyur da ardınca yürür. Bu yanlışdır, bizim mətnimizə uyğun deyil. Çünki mətndə məsələn valideyni Samirəyə heç bir iş tapşırıb, sonra özü görəsi olmadı. Yəni Samirə işi alındırmadı, valideyni gəldi kömək elədi. Belə bir ifadə yoxdur. C-də yazılıb güvənmə varlığa, düşərsən darlığa. Bu da bizim mətnə aid deyil. Çünki Samirə öz puluna güvənib heç bir hərəkət eləmədi. Düzdür? Samirənin öz pulu ilə öyünməyindən bir məlumat verilməmişdi. Ona görə də cavab oldu A variantında. Aşağıdakı cümlələrin hansında məcazi mənada işlənmiş söz vardır? Bazardan acı biber aldım. Biberin dadı həqiqətən də acıdır. Bu məcazi yox, həqiqi mənadadır. Şəkəri çox atdığım üçün çayım şirin olmuşdu. Çayım həqiqətən də şirin dadır. Düzdür, bu da həqiqi mənadadır. Qadının acı həyatı hamını kədərləndirdi. Dostlar, həyatın dadı ola bilməz, düzdür, həyat acı dada bilməz. Amma bu nə deməkdir? Yəni qadının həyatı çətinliklərlə dolu olub deməkdir. Məcazi mənadadır, həqiqi deyil. C variantı doğru cavabdır. Aşağıdakı sözlərdən hansına ç, çi, çu, çü hissəciklərindən birini artırmaqla peşə bildirən söz düzəltmək mümkündür? Baxaq. Otaqçı sözü varmı Azərbaycan dilində? Yox, belə bir söz yoxdur. Yazıcı, bəli, biz artıq cavabı tapdıq. Yazıcı peşədir, düzdür. Uşaqçı deyə peşə varmı? Xeyr, bu da yoxdur. Cavabımız oldu B variantında. Verilmiş sözlərdən neçəsi gözlə görünən varlığı bildirir? Albom. Bəli, albom gözlə görünüb, əllə toxuna bildiyimiz varlıqdır. Kədər. Kədər duyğudur, düzdür dostlar. Kədəri hiss eləyə bilərik, amma kədəri gözümüzlə görə bilmərik. Çanta. Çantanı gözümüzlə görürük. Dostluq. Dostlar, dostumuzu gözlə görə bilərik. Amma dostluq gözlə görülə bilməz. O ancaq bizim aramızdakı bağdır, düzdür. Onu toxuna bilmərik, gözümüzlə görə bilmərik. Bunu götürməyəcəyik. Xoruz. Xoruzu da gözümüzlə görə bilirik. Neçəsi oldu? 1, 2, 3. C variantı doğru cavabdır.